hər vaxtınız xeyir olsun, əziz müəllimlər. Bugün biz Atropatena dövlətini yeni dərslik əsasında təhlil edəcəyik və mənim də əsas tövsiyələrimdən biri odur ki, mövzunu oxuyan zaman yeni dərslik əsasında oxuyun və yeni dərsliklər əsasında oxumağa biz üstünlük verməliyik və yeni dərslik əsasında da həm müəllimlərin işə qəbuluna, həm də sertifikasiya imtahanına sual düşə bilər. Gəlin baxaq eradan əvvəl 4-cü əsrin 30-cu illərinə. Biz eradan əvvəl 4-cü əsrin 30-cu illərində ərazimiz Əhəməni dövlətinin tərkibində idi. Və eradan əvvəl 4-cü əsrin 30-cu illərində Əhəməni dövləti zəifləyir. Onu zəiflədən məqamlardan gəlin danışaq. Eradan əvvəl 4-cü əsrin 30-cu illərində hakimiyyət uğrunda mübarizə başlayır və Şərqin ən qüdrətli dövləti olan Əhəməni dövləti zəifləyir. Məhz bu hakimiyyət uğrunda çəkişmələrin baş verməsi məmur özbaşınalığına və satraplar arasında çəkişmə ilə nəticələnir və xalqların üsyanlarına səbəb olmuşdur. Və belə bir məqamda həmin dövrün güclü imperiyasından olan Makedoniya dövləti və yaxud da ki, Makedoniyalı İskəndər şərqə yürüş edir. Biz Makedoniyalı İskəndərlə Əhəməni dövlətinin vuruşmasını Şərq və Qərb toqquşması adlandıracağıq. Bu zaman hakimiyyətdə Əhəmənilərin sonuncu hökmdarı 3-cü Dara olacaqdır. 3-cü Daranın İskəndərlə vuruşmalarını ümumi tarixdən də görmüşük. Ümumi tarixdən deyirdi ki, eradan əvvəl 334 Qranik, eradan əvvəl 333-cü ildə İs döyüşləri baş vermişdi. Bu döyüşlərin hər birində Makedoniya imperiyası qalib gəlmiş, Əhəməni 3-cü Dara məğlub olmuşdu və ard-arda ardıcıl şəkildə Əhəməni hökmdarının məğlub olması, yəni 3-cü Daranın məğlub olması Əhəməni şahını nüfuzdan salmışdı. Və artıq 3-cü Dara öz əsarəti altında olan xalqlardan, döyüşkən tayfalardan artıq lazımı dəstəyi də ala bilmirdi. Və ən nəhayətində eradan əvvəl 331-ci ildə Qavqamela döyüşü olur və bu Qavqamela döyüşündə Atropat da iştirak edir və Atropatla yanaşı burada iştirak edən tayfaların adları qeyd olunur. Bunu Sak kimi yadda saxlaya bilərsiniz, Sak tayfaların adıyla. Burada S hərfi Sakdır, A hərfi Albaniya, yəni Alban tayfaları, K da Kadusi tayfalarını burada iştirak etmişdilər. Yəni Midiyalılarla birlikdə vuruşmuşdular deyir. Lakin bu heç bir əhəmiyyət daşımır. Yenə də bu döyüşdə nə qədər əlindən gələni Atropat da digər tayfalar da etsə də, yenə də Makedoniya İskəndər qalib gəlir. 3-cü Dara öz ölkəsindən qaçıb gedir ki, yenidən qoşun toplayıb gəlsin. Lakin eradan əvvəl 330-cu ildə öz yaxın tərəfdaşı tərəfindən və yaxud da ki, Bes tərəfindən eradan əvvəl 330-cu ildə axırıncı Əhəməni hökmdarı 3-cü Dara öldürülmüşdü. 3-cü Dara eradan əvvəl 331-ci ildə Qavqamela döyüşündən sonra məğlub olduqdan sonra artıq ona ətrafında olan tayfalar və yaxud da ki, Atropat özü də artıq heç bir dəstək vermirdi 3-cü Daraya. Hətta onun kömək köməyinə, yəni kömək istəmişdi Atropatdan və 3-cü Daraya Atropat kömək etməmişdi. Bu yeni bir məlumatdır və bir də burada yeni bir məlumat var ki, Əhəmənilərin ağır vaxtlarında Atropat Cənubi Azərbaycan ərazisi və Şimali Azərbaycan ərazisinin bir hissəsi Atropatın tabeliyində olmuşdu. Makedoniyalı İskəndər bütün Əhəməni vilayətlərini ələ keçirdi. Və bu zaman burada Atropatı da bir vilayət satrap kimi öz vəzifəsindən azad edir. Lakin sonradan eşidir ki, o 3-cü Daraya kömək etməyib son anda və İskəndər fikrini dəyişir. Eradan əvvəl 328-ci ildə Atropatı Kiçik Midiya canişini təyin etdi. Və burada, yəni Cənubi Azərbaycan canişini təyin edir. Olduqca orada Atropat haqqında görürük ki, biz tərif qeyd olunur. Tərifdə deyir ki, çox ağıllı, tədbirli şəxsiyyəti idi. Qohumluq münasibəti ilə Atropat
öz nüfuzunu daha da artırmışdı. Hətta Baryaks üsyanını yatırmışdı eradan əvvəl 327-ci ildə. Hansı ki, Baryaks üsyanı Makedoniyalı İskəndər Hindistana yürüş edəndə onun ölkədə olmadığı bir vaxtda Baryaksın başçılığı ilə eradan əvvəl 327-ci ildə üsyan başlayır və bu üsyanı Atropat yatırır və onun nüfuzu daha da artır deyir. Və belə, indi gəlirik biz burada nəyə baxırıq? Burada deyir Atropatenaya qədər, Makedoniyalı İskəndər eradan əvvəl 323-cü ildə vəfat edir. Onun vəfatından sonra xəstələnərək vəfat edir və bir müddət imperiyanı Perdiki idarə edir. Və Makedoniyalı Atropat da öz qızını Perdikiyə ərə vermişdi. Bu onun nüfuzunu daha da artırdı. Lakin Perdikinin vəfatından sonra da Makedoniya imperiyası parçalanır və parçalanan ərazilərdə yaranır Seleviki dövləti, Suriya padşahlığı, Atropatena və Albaniya dövləti. Bu zaman Atropatena dövlətinin əsası eradan əvvəl 321-ci ildə Atropat tərəfindən qoyuldu. Gəlin Atropatenada yaşayan tayfalara da baxaq. Atropatena ərazisində bir də orada bir məqam da qeyd olunmalıdır. Deyir, yeni dövlətin yaranmasının səbəbləri. Baxın, bu test kimi də bir dəfə mən test bankların birində gördüm. Yeni dövlətin yaranmasının səbəbləri. Yeni dövlətin yaranmasının səbəbləri Makedoniya imperiyasının parçalanması, Atropatın öz xalqına güvənməsi, Atropatın Makedoniyalılarla qohumluq əlaqəsi və yerli döyüşkən tayfalar Kadusi və Sakların Atropata etimad göstərməsi yeni dövlətin yaranması ilə nəticələnir. Yəni, burada əsasən döyüşkən tayfalar deyərkən Kadusilərlə Sakların adı çəkilir. Kadusi və Sak. Burada da buna diqqət yetirir. Hansı ki, bu Kadusi Sak tayfaları həm də Qavqamela döyüşündə iştirak etmişlər. Atropatenada yaşayan tayfalar. Bu tayfalardan gəlin danışaq maqlardan, yəni kahinlərdən. Bu kahinlər görək ki, hansı dinə xidmət edirlər. Onlar zərdüştlük təliminin təbliğatçılardır. Avesta kitabının mühafizəçisi idilər. Maqlar Midiya, sonralar isə Atropatenanın mənəvi, mədəni və siyasi həyatında mühüm rol oynayıblar. Deməli, maqlar Avestanın kitabının mühafizəçisidir, zərdüştlük dininin təbliğatçılardır. Baxırıq indi müqlərə. Müqlər yazılı mənbələrdə Araz boyu tayfalardan biri kimi xatırlanır müqlər. Herodot eradan əvvəl 5-ci əsrdə müqlər haqqında məlumat vermişdi. Və bu haqda, yəni eradan əvvəl 5-ci əsrin siyasi hadisələrində iştirak etmişdi. Bu tayfa Mukan, yəni indiki Muğan ərazisində məskunlaşmışdı, məskun idi, ərazilərində məskunlaşır və alimlər güman edir ki, vilayətin də adı Müq etonomindən götürülmüşdür. Və bu məqama da diqqət yetirək. Gəlirik Kadusilər. Kadusilər döyüşkən tayfalardır. Biz onları Qavqamela döyüşündə də gördük. Sonra Atropat yeni dövlət yaradanda deyir, döyüşkən tayfalar olan Kadusilərə güvənirdilər və Kadusilər Atropatı müdafiə edirdi, onu dəstəkləyirdi siyasətini. Və Kadusilər o qədər cəngavər bir tayfalardır ki, bunlar həm öz daxili müstəqilliklərini həm Midiya, həm də Əhəmənin hakimiyyəti altında olanda deyir, qoruyub saxlamağı bacarmışdılar. Baxın, bu məqama da diqqətli yanaşaq. Bu belə. Burada buna baxdıq. İndi növbəti hissədə biz diqqət yetirəcəyimiz digər məqam nədir? Gəlirik dövlətin ərazisi və siyasi quruluşu əhalisi haqqında danışacağıq. Deyək ki, Atropatena keçmiş Manna dövlətinin sahib olduğu əraziləri əhatə edirdi. Siyasi quruluşuna görə monarxiyadır. Ölkəni Atropatilər nəslindən olan hökmdarlar idarə edirdi. İdarə edirdi. Bir dəqiqə bunu silək. Gəlirik indi biz burada diqqət yetirəcəyimiz bir digər məqam nədir? Maq tayfalardan danışdıq təsərrüfat həyatına. Təsərrüfat həyatında orada görünən odur ki, Atropatena əhalisi əkinçilik, maldarlıq, sənətkarlıqla məşğul olur. Xüsusilə mən sənətkarlıqdan danışmaq istəyirəm. Çünki kitabda sənətkarlığın inkişaf etməsinin səbəbləri yazılır. Deyir ki, Atropatena ərazisində sənətkarlığın inkişaf etməsinin əsas səbəblərindən biri bizim yerli xammalımızın olmağıdır. Yerli xammal, bir də faydalı qazıntılarımızın olması, faydalı qazıntıların olması sənətkarlığı inkişaf elətdirdi.
Hətta Çin və Hindistandan gələn tacirlər deyir, şərq məhsulları, ipəkdir, çini qablardır, cürbəcür ədviyyatlar gətirir. Əvəzində isə bizdən sənətkarlıq məhsullarını alıb aparırdılar. Baxın, bu məqam da var burada. Bir digər məqam, bir dəqiqə bu hissəni silək. Bir digər məqam burada midye yağından danışılır. Hərbidə istifadə edilən, əsasən hərbidə istifadə edilən midye yağından. Və bu midye yağı o dövrün gil və metal çıraqları üçün yanacaq idi. Bu məhsulu yerli dildə nafta adlandırırdılar. Amyen Marsel bu haqda məlumat vermişdi. Bu haqda da məlumatımız oldu. Və bir digər məqama, yəni bu təkcə hərbi işdə istifadə olunur. Əsasən hərbi işdə istifadə olunur, həm də təsərrüfatda istifadə olunurdu. Yerli xalq da midye yağını adlandırır nafta. Digər məqam buradakı şəhərlərdən danışır. Burada əsasən inkişaf edən şəhərlər Fraspa şəhəri, sonra Fanaspa, Agnazana kimi şəhərlərin adları çəkilir. Və əlbəttə bir də paytaxt şəhər və zərdüştlüyün mərkəzi olan Qazaka şəhəri. Və biz deyirik ki, Qazaka və Fraspa, baxın, Qazaka və Fraspa. Bunlar hökmdar şəhərləri adlanırdı. Hökmdar şəhərləri. Və Fraspa, əvvəl baxın, Fraspa yox idi. Hökmdar şəhəri sayılmırdı. Düzdür, indi Fraspanın yeni kitabda hökmdar şəhəri kimi adını qeyd ediblər. Fraspa Atropatena hökmdarının həm də qış iqamətgahı da olmuşdu. Bu məqama da diqqət yetirdik. İndi gəlirik Roma Yunan müəlliflərinin verdiyi məlumata görə deyir, eradan əvvəl 3-cü əsrin son rübündə Atropatena dövlətinin ərazisi Qara dəniz sahillərindən Xəzər dənizinə dək uzanırdı deyir. Dənizinə qədər uzanır. Və Makedoniyalı İskəndərin imperiyasının parçalanması nəticəsində yaranan dövlətlər hansılar oldu? Atropatena, Albaniya və Selevik. Makedoniya imperiyasının parçalanması nəticəsində yaranan dövlətlərdən biridir Seleviklər idi. Və şərq torpaqlarında Makedoniya, bu dövlət İskəndərin işğal etdiyi şərq torpaqlarındadır. Onun sərkərdəsi Selevik tərəfindən yaranmışdı. Və eradan əvvəl 223-cü ildə Selevik hökmdarı 3-cü Antiox Atropatena ərazisinə yürüş edir və bu zaman hakimiyyətdə Artabazan idi. Və Artabazan müharibəyə hazır olmadığına görə dövlət, yəni Atropatena dövləti məğlub olur. Seleviklər Atropatena ərazisini ələ keçirirlər. Və eradan əvvəl 321-ci ildə yaranan Atropatena dövləti eradan əvvəl 223-cü ildə öz müstəqilliyini itirərək Seleviklərdən asılılığı qəbul etmişdi. Və sonradan həmin Selevik dövləti darmadağın edilir. Roma tərəfindən Selevik dövləti eradan əvvəl 190-cı ildə darmadağın edilir. Və bu darmadağın edildikdən sonra bu Seleviklərin ərazisi Parfiya tərəfindən ələ keçirilir və beləliklə eradan əvvəl 2-ci əsrdə Atropatenanın cənub qonşusu olacaqdı Parfiya. Parfiya ilə bağlı da burada yeni məlumatlar var. Həmin yeni məlumatları oxuyanda diqqətli saxlayın. İndi burada bizim digər yeni məlumatımızda nə deyilir? Burada digər yeni məlumatda qeyd olunur ki, Parfiya şərq ilə qərb dünyası arasında əlaqələndirici bir halqa hesab olunur. Parfiya şərqlə qərb arasında əlaqələndirici bir məntəqə, halqa, nə istəyirsinizsə deyin. Və Çindən Roma torpaqlarına doğru uzanan böyük İpək yoluna bu dövlət nəzarət edir deyir. Yəni Parfiya nəzarət edir. Parfiya şərqlə qərb dünyası arasında əlaqələndirici rol oynayır. Bir də Roma torpaqlarına doğru uzanan böyük İpək yoluna nəzarət edirdi. Və burada Parfiya dövləti ilə Roma dövləti arasındakı biz münaqişədən danışacağıq. Parfiya dövləti ilə Roma arasındakı mübarizənin növbəti şərq və qərb qarşıdurması adlandırılacaq. Birinci şərq və qərb qarşıdurması
Əhəməni və Makedoniya arasındaydı və növbəti dedikdə artıq burada Parfiya və Roma arasındakı gedən mübarizədən söhbət gedir. Burada Parfiya, burada məqam nədir? Bunlar ön Asiya uğrunda mübarizə aparırlar. Parfiya öz ərazisini genişləndirmək istəyir. Ön Asiya da belə deyək də, o dövrün ən iri dövlətləri ön Asiya uğrunda mübarizə aparır. İndi bura və burada Parfiya və Roma arasında gedən mübarizədə Parfiyanın tərəfini Atropatena dövləti tutur və yaxud da Atropatena Parfiyaya müttəfiqi kimi baxır. Gələcəkdə Roma təhlükəsinə qarşısını almaq üçün Atropatena Parfiya ilə yaxınlaşır. Hətta deyir ki, Atropatena Parfiyalılar Romalılara qarşı müharibə elan edəndə əlbəttə ki, o müttəfiqi Atropatena idi. Hətta Atropatena deyir, Parfiya qoşunlarında Parfiyalılara Atropatenada deyir, Parfiyalılara öz adamları kimi baxırdılar. Və burada işğal etdikləri ərazilərdə Romalıların əhali ilə sərt rəftarı şərq xalqlarını qorxuya salmışdı və ona görə də deyir, Atropatena ilə Parfiya arasında Romaya qarşı ittifaq qurulur. Burada Parfiya və Roma arasında baş verən döyüşlərdən biri eradan əvvəl 53-cü ildə baş verən Kara döyüşü idi ki, burada Roma məğlub olub, Atropatena və Parfiya qüvvələri qalib gəlmişdi. Növbəti döyüş eradan əvvəl, hətta burada Kara döyüşündə bunun K-sından yadda saxlayın ki, Kras başçılıq edibdi Roma qoşunlarına və Kras burada əsir düşür. Bir digər Kras əsir düşür. Əsir düşür. Bir digər döyüş eradan əvvəl 38-ci ildə baş vermişdi. Yenə Roma və Parfiya arasında mübarizə gedir. Parfiya burada məğlub olur. Parfiya məğlub olursa deməkdir ki, Atropatena da məğlub olur, Roma qalib gəlir. Və bundan sonra Roma öz qoşunlarını Atropatena ərazisinə daxil edir. Yəni Fraspa ərazisinə daxil olurlar və burada eradan əvvəl 36-cı ildə Fraspa döyüşü olur. Fraspa döyüşü Atropatena və Roma qoşunları arasında baş vermiş. Atropatena üstünlük əldə etmiş. Roma qoşununa başçılıq edən Antoni geri qayıtmağa məcbur olmuşdu. Və belə. İndi burada bizdə nə qalır? Bizdə nə qalır? Eramızın ilk əsrlərindən söhbət gedəcəkdir. Eramızın ilk əsrlərində, gəlin ilk öncə bu hissəni silim, qarışıqlıq olmasın. Eramızın ilk əsrlərində deyir, Roma eramızın ilk əsrləri. İlk əsrlərində Atropatena və Parfiya arasındakı münasibətlər dəyişdi. Baxın, əvvəl müttəfiq idilər. Və burada müttəfiq idilər əvvəl, elə deyilmi? Eradan əvvəl 36-cı ildə Fraspa döyüşündən sonra Parfiya ilə Atropatena olmuşdu düşmən. Və burada Atropatena hökmdarı deyir, Parfiya hücumundan deyir, ehtiyat edərək Roma ilə yaxınlaşır. Bir də burada bir məqamda yeni kitabda qeyd olunur ki, deyir, qənimət bölgüsü üstündə iki hökmdarın arası dəymişdi. Yəni, Parfiya ilə Atropatena hökmdarının arasının dəyməsinin əsas səbəbi qənimət bölgüsü olub. Və Atropatena hökmdarı deyir, Parfiya hücumundan ehtiyat edərək Roma ilə yaxınlaşır. Lakin eramızın ilk əsrlərində, eramızdan əvvəl yox, eramızın ilk əsrlərində Atropatena ilə Parfiyanın vəziyyəti yenə dəyişir. Yəni, Atropatena və Parfiya arasında yenidən ittifaq bərpa olunmuşdu. Və bu iki ölkə arasında nikah diplomatiyası deyir, bunlar arasında yenidən ittifaqın bərpa olunması nəticələnir. Yəni, nikah diplomatiyasını burada nəzərdə saxlayaq. Sonra, 1-ci yüzilliyin əvvəlində, yəni 20-ci ildə biz bilirik ki, ən nəhayətində Atropatena Parfiya dövlətindən asılılığa düşdü və bu asılılıq Parfiyanın süqutuna qədər davam etdi. Yəni 224-cü ilə qədər davam edibdi. 224-də Parfiyanın varlığına kim son qoyur? Parfiyanın da varlığına son qoyacaq Sasanilər. Bir də burada bizim kitabımızda bunu bilmək maraqlıdır hissəsində qeyd olunub ki, Parfiyada baş verən üsyanda hökmdar öldürülür. Hakimiyyətə isə Atropatena hökmdarı Artaban dəvət edilib. Çünki o ana tərəfdəndir, Parfiya Arşakilər sülaləsinə mənsub idi. Və Artaban Atropatenanın idarəsini öz qardaşına tapşırmışdı. Baxın, bu hissə də yeni kitaba daxil olan hissələrdir.
bu məqama diqqətli olaq. Dindən danışacağıq. Din də biz bilirik ki, Atropatenada əsas yayılan din Zərdüştlük dinidir. Bunlardan orada 2 dənə qüvvədən söhbət gedir. Biri Hörmüzdür, biri də Əhriməndir. Burada Hörmüz xeyirdir, Əhrimən isə şər qüvvələri təmsil edir. Zərdüştlük dininə inananlar atəşgah tikirdi. Onlar odu, suyu, torpağı, havanı müqəddəs sayırdılar. Və alimlər hətta ona görə bu dini təbiət dini də adlandırırlar. Zərdüştlük dinini təbliğ edən kahinlər maqlardır. Buna da diqqətli olaq, onu təbliğ edirdilər. Avestdən mühafizəçilər sayılırdı maqlar. Zərdüştlük dininin əsas kitabı Avesta olduğunu bilirik, amma yenə də mən diqqətə çatdırmaq istərdim. Və bu dində əxlaqi təlimin 3 əsas xətti var deyir. Xeyir düşüncə, xeyir söz deyir, xeyir əməl üzərində qurulub. Yəni, burada 3 dənə əsas xətt var. Xeyir düşüncə, xeyir söz və xeyir əməl. Və Avestada məlum olur ki, deyir, ticarət əlaqələri pulla deyil, mübadilə vasitəsilə həyata keçirilirdi. Bir də burada bilirsinizmi hissəsinə diqqət yetirin kitabda oxuyanda Avesta adına 1-ci Daranın Büsütün qayasında eradan əvvəl 6-cı yüzillikdə rast gəlinir. Görünür və yaxud da ki, rast gəlinir deyək də, bəli. Bu məqama burada diqqətlə yanaşaq. Sonra burada nə qaldı? Nə qaldı burada? Zərdüştlük təlimində fiziki tərbiyə, idmana xüsusi önəm verilir. Xəstələnmə, zəifləmə Əhrimənin əməlləri hesab olunurdu deyir. Ona görə Əhrimənlə mübarizə aparmaq üçün sağlamlığa, təmizliyə ciddi riayət olunmalıydı deyir. Belə, Avestada təlim-tərbiyə böyük bir yer verilmişdi. Başqa görək yeni kitabda bizim unutduğumuz hissələr qaldı mı? Məncə qalmadı. Ümid edirəm ki, hər kəs üçün faydalı video izah olacaq.